xəstə gematoloqa gəlir, deyir ki, mənim qanım aşağıdır, qan həkiminə gedir də, düzdür? Amma qan həkimi onu bir dənə qanını müalicə eləməklə o düzəlmək deyil. Onu araşdırmaq lazımdır ki, siz dediyiniz kimi bunun kökündə nə durur? Bunun əgər burada həyati göstəriş yoxdursa, o birinci əsas xəstəlik müalicə olunmalıdır. Bəli. Əgər bunun qan axması varsa, ginekologiya getməlidir, tutaq ki, ginekologjudur. Mədə-bağırsaq problemi varsa, mədə-bağırsaq həkiminə getməlidir və digərləri də hər hansı bir. Və yaxud da ki, dediyim kimi, bəlkə bunun qan azlığı talasemiyanın özü ilə əlaqədardır və yaxud talasemiya daşıyıcılığı ilə əlaqədardır. Birinci olaraq ilkin bunun dəmir deficit anemiyalar ikinci xarakterlidir. Yenə də dəmiri müalicə eləmək lazımdır, sözsüz ki, amma əsasən əsas xəstəlik müalicə olunmalıdır ki, effekt görülsün. Çünki mənim dəfələrlə olub ki, gəlib bir xəstə gəlib, deyir ki, 18 yaşı var, 4 yaşından bu müalicə alır. Dəmir deficit anemiya ilə. Yaxşı, bunu axı hər dəfə dəmirini yoxlayıb, buna dəmir əlavə eləməyin mənası nədir ki? Bunun kökünü araşdırsaydı, mən elə bir dəfə onun kökünü araşdırdım, o xəstə mənim yanıma cəmi 3 dəfə gəldi, sağaldı. Daha gəlmədi. Ona görə də hər bir, biz məsələn, çox vaxt həkimlər xəstəni simptomatik müalicə eləyir. Tutaq ki, deyək ki, baş ağrı, baş ağrı verir. Və yaxud da tutaq ki, qarnı gedirsə, ishal varsa, deyir, doktor, bunun qarnı gedir, qarnı yığın bir dərman verir. Biz orqanizm Allah tərəfindən elə yaranıb ki, o bizim orqanizmimizə lazım deyilsə, onu çıxartmalıdır orqanizmdən.